أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه أجمعين أما بعد. İnşallah bugün Kur'an-ı Kərimdə Qafir surası var. Başqa adı ilə Mümin, yəni mömin deməkdir. Bu mömin ismini Quranda bir ayət var ki, Allah Azze ve Celle bir nəfər haqqında xəbər verir. Lakin o kimsənin kim olduğu haqqında heç bir qəti məlumat yoxdur. Bizim üçün zaten o adamın kimliyi deyil, etdiyi əməl önəmlidir. Allah Azze ve Celle bizə bu haqda xəbər verir. Yəni təsəvvürü gətirin, tarixdə elə kimsələr olub ki, onlar iman gətiriblər, lakin öz olduqları vəzifədən dolayı bəziləri imanlarını açıqlaya bilməyiblər, bəziləri isə bunu bacarıb deyiblər. Məsələn, Əshab-ı Kəhfdə o gənclərin hamısı dövlətdə təbiri caizsə nazirlər idi. Ancaq onlar bütün malını, mülkünü, sərvətini, hamısını bir kənara atdı. Yəni tövhidi aykırdı, yəni tövhidi açıq dedi. Ancaq elə bir nəfər də var ki, o da kralın yanında, yəni hökümdarın yanında çox böyük məqama sahibi idi, lakin o adam imanını açıq deyə bilmirdi. Yəni hər adama nəsib olmur ki, bu imtahandan çıxsın. Bugün təsəvvürü gətirin, siz yəni o adamın yerinə qoysanız özünüzü, böyük bir fitnədir. Allah Azze ve Celle Quran-ı Kərimdə buyurur ki: "Və qala Fir'aun zaruni aqtul Musa və led'u rabbah inni axafu an yubaddila dinakum aw an yuzhira fil ardi fasad." Firavun dedi ki, bırakın məni, Musanı öldürüm və o öz Rəbbinə dua etsin. Mən həqiqətən qorxuram, o sizin dininizi dəyişdirəcək və yaxud da yer üzündə fəsad çıxaracaq dedi. Burada fikir verin, əslində Firavun özü çox yaxşı bilir ki, o Musa Aleyhisselamı öldürə bilməz. Ancaq burada yəni deyir ki, bırakın məni, onu öldürüm deyir. Buna hətta təbiri caizsə qorxaq pəhləvan deyirlər. Necə ki, deyirlər, bəzən görürsünüz məsələn, deyir ki, dava eləyən deyir ki, bırakın məni, bırakırlar deyir, tutun mənə deyir, ona bənzəyir. Bu yaxşı bilir, sadəcə bu Firavun oturur öz əyanlarının yanında, orada özünü göstərmək istəyir və öz əyanlarının arasında da bir nəfər olur. O onun ən yaxın adamlarından biridir və vəzifədə hökumətdə, yəni çox böyük vəzifə sahibidir. Bu deyəndə ki, bırakın məni, Musanı öldürüm, o Rəbbinə dua etsin. Mən sizin üçün qorxuram ki, o sizin dininizi dəyişdirəcək və yer üzündə fəsad çıxaracaq. Və Firavun da yaxşı bilirdi ki, bütün peyğəmbərlər gəldiyi zaman öz cəmiyyətinə uyğunlaşmaq üçün gəlmirlər. Onlar Allahın dinini hakim qılmaq üçün gəlirlər. Yəni gəlmirlər ki, bunlar nə deyirsə mən də ona tabi olum. Xeyr, onlar gəldiyi zaman müəyyən hədəfləri olur, Allahın dinini hakim qılmaq üçün gəlirlər. Onun üçündür ki, və həmçinin qulları qul olmaqdan çıxarırlar. Məsələn, tarixdə olub ki, İslam ordusu İrana getdikdə, İranın o ordudakı rəhbəri deyib ki, sizi ey İslam ordusu, yəni bura gətirən səbəb nədir? Niyə gəlmişsiniz bu qədər yolu bura? Həmin o müsəlman olan mücahid dedi ki, onların rəhbəri dedi ki, "Ci'nə linuxricəl ibadə min ibadətil ibad." Biz gəldik ki, qullara qul olmaqdan çıxaraq. Qulları onların Rəbbinə qul etmək üçün gəldik. Yəni bizim hədəfimiz budur. Yəni həqiqətən də bütün peyğəmbərlərin hədəfləri insanları zülmətlərdən nura çıxarmaq üçün gəliblər. Firavun deyəndə ki, bırakın mən onu öldürüm. Bu haqda Allah Azze ve Celle buyurur ki: "Və qala Musa inni ustu bi rabbi və rabbikum." Musa dedi ki, mən sizin də mənim də Rəbbimə sığınıram. Min kulli mutekabbirin la yu'minu bi yevmil hisab. Hesab gününə inanmayan hər bir təkəbbürlü şəxsdən sizin də mənim də Rəbbim olan Allah'a sığınıram. Bunu dedikdən sonra həmin o imanını gizli saxlayan adam Firavunun qohumlarından biri İbn Abbas'a görə və yaxud da Suddiyə görə fərqli görüşlər var. Bəziləri deyirlər ki, bu Firavunun əmisi oğludur. Bəziləri deyirlər ki, bu Firavunun zövcəsinin Asiyanın anasıdır deyirlər. Atası olubdur deyirlər. Lakin ən doğrusunu Allah bilir. Elə ki, artıq bu adam öz imanını gizli saxlayırdı. Lakin Firavuna bildirmirdi ki, mən Musa peyğəmbər iman gətirmişəm. Gizli saxlayırdı. Elə ki, gördü ki, artıq Firavun öldürməkdən danışır, Musa peyğəmbəri öldürməkdən danışır. Bu artıq insanın gələcəyə ən axırıncı mərhələdir. Əgər bir insan peyğəmbərə inanırsa və onun peyğəmbərini öldürməkdən danışırlarsa, bu artıq o deməkdir ki, artıq burada imanı gizləmək olmaz. Adam dedi ki, وَقَالَ رَجُلٌ مُؤْمِنٌ مِنْ آلِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَانَهُ
Fironun ailəsindən bir nəfər imanını gizli saxlayırdı və dedi ki, Ətəqtuluna raculan ən yəqula Rabbiyallah. Siz Rəbbim Allahdır deyən bir insanı öldürməkmi istəyirsiniz? Baxın, demir ki, siz Peyğəmbəri öldürmək istəyirsiniz. Burada elə xitab edir ki, sanki bu da bunlar kimi düşünür, lakin onların fikirlərini yayındırmaq istəyir. Buna ərəb dilində istidrac müxatab deyirlər. Yəni, bu siyasətdə də bu istifadə olunur. Yavaş-yavaş istəyir ki, insanları öz fikirlərini geri döndərsin. Deyir ki, Allah Azze ve Celle Fironun ailəsindən bir nəfər öz imanını gizləyirdi və dedi ki, Ətəqtuluna raculan ən yəqula Rabbiyallah. Siz Rəbbim Allahdır deyən bir insanı öldürməkmi istəyirsiniz? Və qad cəəəkum bil beyyinati min Rabbikum. Və siz bilirsiniz ki, o Rəbbinizdən sizə açıq dəlillər gətirmişdir. Çünki Musa Peyğəmbər gəldikdə möcüzələri çox idi. Və in yeku kəzibən fə aleyhi kəzibu. Baxın, burada deyir ki, əgər o yalancıdırsa, onun yalanı özünə olacaqdır. Və in yeku sadiqan yusibukum ba'dullazi ya'idukum. Əgər yox, doğru deyirsə, o zaman onun dediklərinin bəziləri sizin başınıza gələcəkdir, bəla gələcəkdir. Burada həmişə birinci yalanı irəli sürdü ki, qoy özünün də onlardan olduğunu inandırsın. Sonra buyurur ki, İnnallaha la yahdi men huve musrifun kəzzəb. Həqiqətən Allah həddini aşan yalancıları doğru yola yönəltməz. Həmən bu imanını gizli saxlayan adam dedi ki, Ya qavmi lakumul mulkul yevmə zahirina fil ard. Ey qövmüm, bugün siz yer üzündə hakimsiniz, hökm sürürsünüz. Fəmən yansuruna min bə'sillahi incəənə. Bəs Allahdan bizə bir əzab gəlsə, bizi ondan kim qurtara bilər? Demir ki, sizə gəlsə, deyir bizə gəlsə. Özünü də o cəmaatdan olduğunu onlara bildirmək istəyir. İndi sual çıxa bilər ki, yəni bu Bəni İsrail haradan gəldi bu Misirə? Fironun əlinə düşdü. Əslində bununla öncə Yusuf əleyhissalam, yəni Misirə gəlmişdi və Misirdə gəldiyi zaman, orada vəzifədə olduğu zaman öz 12 qardaşını və onun ailələrinin hamısını Misirə gətizdirdi. Və 400 il oradan vaxt keçdi. 400 ildən sonra isə Musa Peyğəmbər gəldi. Və Yusuf əleyhissalamın gəldiyi o qardaşların bütün nəsilləri təqribən 800 min, 1 milyona yaxın idi. Yəni bunlar artıq həmən o Yusuf Peyğəmbərin qövmü, yəni ora gəldikdə rəfah içində, bolluq içində yaşadılar, ədalət içində yaşadılar. Hətta onların onları, yəni hakimləri iman gətirmişdi. Lakin elə əsrlər, elə illər keçdi ki, yenidən əvvəlki halına qayıtdı. Artıq onlar özlərinin Rəbb olduğunu iddia elədi və həmən o Bəni İsraili də dedilər ki, siz bizim qövmümüzdən deyilsiniz. Onları kölə etdilər və onları artıq kölə kimi zülm etməyə başladı. Və bu zaman Allah Azze ve Celle Musa Peyğəmbəri Peyğəmbər göndərdi. Həmən bu adam deyir ki, əgər Allah bizə bir bəla gəlsə, Allahdan bizə bir bəla gəlsə, onu bizdən kim dəf eləyə bilər? Qalə Firavun mə urikum illə mə ara. Firavun artıq hiss edir ki, bunun ən yaxın adamı artıq buna, yəni fərqli görüşlər ilə sürür. Deyir ki, mən gördüyümü ancaq sizə öz rəyimi bildirirəm. Yəni sanki deməkdir ki, mənim rəyimdən başqa bir rəy yoxdur. Və mə əhdikum illə səbilə rəşəd. Mən ancaq sizi doğru yola yönəldirəm. Yəni əyanlarına dedi ki, ancaq mənə qulaq asın, bu adama qulaq asmayın. Və qaləl-ləzi əmənə ya qavm. Bunu dedikdən sonra artıq həmən o adam gördü ki, bunlar iman gətirmir. Artıq yavaş-yavaş öz etiqadını ortaya atdı. Dedi ki, və qaləl-ləzi əmənə ya qavm. İman gətirən adam dedi ki, inni axafu aleykum mislə yevmil əhzəb. Mən sizin üçün o iki ordunun bir araya gəldiyi zaman baş verən şeylərdən qorxuram. Mislə dəbi qavmi Nuhun və Adin və Samud və ləzinə min ba'dihim. Mən sizin üçün Nuhun qövmü, Adın qövmü və Samud və ondan sonra gələnlərin başlarına gələn o bəlalardan sizin üçün qorxuram. Və məllahu yuridu zulmən lil-ibad. Allah heç zaman öz qullarına zülm etmək istəməz. Ya qavmi inni axafu aleykum yevmət tənad. Ey qövmüm. Həmən o dedi ki, imanını gizləyən şəxs dedi ki, ey qövmüm, mən sizin üçün o, yəni qışqır bağır gün olacaq. Tənəd kəlməsi qışqırmaq deməkdir. Yəni qiyamət günü insanlar qışqıracaqları üçün, bir-birlərini, yəni çağıracaqları üçün o gün üçün sizin üçün qorxuram. Yevmə tuvalluna mudbirina ma lakum minallah min asim. O gün hər biriniz arxanıza belə baxmadan qaçmaq istəyəcəksiniz və sizi Allahdan başqa heç kəs qurtarmayacaq. Və mən yudrilillah fəmə ləhu min həd. Kim Allah kimi azdırarsa, onu heç kəs doğru yola yönəldə bilməz. Bunu dedikdən sonra həmin o adam başlayır onlara Yusuf Aleyhisselam haqqında məlumat verməyə. Deyir ki, xatırlatma edir.
Və laqad ca'akum Yusuf min qablu bil bayyinat. Dedi ki, ey qövmüm, xatırlayırsınızsa Yusuf əleyhissalam da sizə daha öncə, yəni 400 il öncə apaçıq dəlillər, möcüzələr gətirmişdi. Fəməziltum fi şəkkin mimmə ca'akum bih. Və o bu möcüzələri gətirdiyi zaman siz onun haqqında şübhə edirdiniz o zamanlar. Hətta izə halaka qultum len yeb'atallahu min ba'dihi rasula. Lakin onun haqq olduğunu gördükdən sonra, sizi qurtardıqdan sonra o Yusuf əleyhissalam vəfat etdikdən sonra dediniz ki, Allah ondan sonra bizə peyğəmbər göndərməyəcək. Kəzəlikə yudillullahu mən huve misrifin murtab. Və həqiqətən Allah həddini aşan və şübhə edənləri saptırar. Yəni burada demək istəyir ki, xatırlayırsınızsa Yusuf əleyhissalam da gəlmişdi. Siz onun qədrini bilmədiniz. Sonra onun dediklərinin doğru olduğunu bildikdən sonra dediniz ki, artıq Allah bizə onun üçün peyğəmbər göndərməyəcək deyə çox təəssüf etmişdiniz. İndi də eyni şey baş veribdi. Allah sizə bir peyğəmbər, Musa peyğəmbəri göndəribdi. Burada yəni bu adam haqqında hətta Süd deyir ki, yəni Fironun zamanında 2 nəfər imanı gizli saxlayırdı. Biri onun zövcəsi Asiya, digəri isə onun qohumu, həmin bu şəxs adamdır. Ki, bunu da dedik bayaqları ya onun qaynatası olubdu, ya da ki, onun əmisi olubdu. Ən doğrusunu Allah bilir. Allah Azze ve Celle buyurur ki, elə ki, o adam öz imanını açıq ortaya attı. Firon dedi ki, وَقَالَ فِرْعَوْنُ يَا هَامَانُ بْنِ لِي صَرَحًا لَعَلِّ أَبْلُغُ الْأَسْبَابِ. Dedi ki, ey Haman, öz vəzirinə, mənim üçün yüksək bir yer tiç, bina tiç, ola bilsin mən bəzi şeylərə dayanıb da əsbəb əs-səməvati fəəttəli ilə ilahi Musa. Bəzi səbəblərə dayanıb onun üzərinə çıxıb Musanın ilahına baxa bilərəm. Artıq lağ eləməyə başlayır. Və inni ləəzunnuhu kədibə. Və mən onun həqiqətən Musanın yalancı olduğunu bilirəm deyir. Və kəzəlikə züyyinə li fir'aunə su əməlihi və sudda anis-səbil. Beləcə deyir Allah Azze ve Celle Firona onun pis əməli yaxşı göstərildi və o haqq yoldan azdı. Və mə keydu fir'aunə illə fi təbəb. Və qaləl-ləzi əmənə yə qavm. Həmin o iman gətirən dedi ki, ey qövmüm, ittəbi'uni əhdikum səbilə-r-rəşəd. Firona deyil, mənə itaat edin ki, mən sizi doğru yola yönəldim. Ya qavmi innəmə həzihil həyətud-dünya məta'. Ey qövmüm, həqiqətən bu dünya keçici bir zövq yeridir. Və innəl-əxirətə hiyə darul qarar. Axirət isə əbədi qalacağımız bir yerdir. Mən amilə seyyiətən fələ yürzə illə mitləhə. Kim bir pislik görərsə, pis iş görərsə, günah görərsə, ancaq onun əvəzini, qarşılığını görər. Və mən amilə salihən min zəkərin əv unsə və huvə mu'min fəuləikə yədxulunəl cənnə yurzaquna fiyhə bi qeyri hisab. Burada fikir verin, ayətdə Allah Azze ve Celle bizə bir şeyi xəbər verir. Həmən adam tövhidi çox yaxşı bilir. Deyir ki, kişi və ya qadın fərq etməz. İman gətirdiyi halda salih iş görərsə, bax onlar cənnətə girəcəklər və onlar orada hesabsız olaraq hər şeydən yiyəcəklər, özlərindən faydalanacaqlar. Burada imanı şərt qoşdu. Demədi ki, kim yaxşı iş görərsə, dedi ki, kişi və qadın olmaq şərti, yəni kişi və qadını fərq eləməz. Bunlar iman gətirib və iman gətirdikdən sonra salih iş görərsə. Çünki namazda da bəyə oxuduq ki, İsa Peyğəmbər deyir ki, İnnəhu mən yüşrik billah. Kim Allah ortaq qoşarsa, fəqad harramallahu aleyhil cənnə. Allah ona cənnəti haram edər. Və məvəhunlər və onun gedəcəyi yer cəhənnəmdir. Və məliz-zalimin ənsar və zalimlər üçün heç bir kimi istəfa bilməzsən. Buradan görürük ki, bir insan Allah ortaq qoşubsa və yaxud da müsəlman deyilsə, bu dünyada nə qədər xeyir iş görürsə görsün, onu qurtarmaz. Məsələn, biz bayaq dəvətdən danışırdıq. Dəvətdə də insanlar gərək hikmətli davransın. Çünki dəvət edilən şəxsin halı bilinməlidir. Alimlər deyirlər ki, yəni insan var qəflətdədir, yəni haqqı bilir, axirəti iman gətirir, lakin yəni qəflətdə saldırır, qəflətdə düşübdür. Buna namaz qıl deyərsən, lakin bir insanın əgər axirət inancı, tövhidi, Allaha inancı yoxdursa, ona namazdan, oruçdan deyil, ona birinci tövhiddən başlamaq lazımdır. Sonra buyurur ki, Allah Azze ve Celle həmin o adam dedi ki, ya qavmi, məli əd'ukum ilən-nəcə. Sizə nə olub ki, mən sizi qurtuluşa çağırıram. Və təd'unəni ilən-nar. Siz isə məni cəhənnəmə dəvət edirsiniz. Təd'unəni li əkfura billah və üşrikə bih mə leysə li bihi ilm. Deyir ki, siz məni Allah'a inkar etməyə, Allah'a ortaq qoşmağa dəvət edirsiniz. Və nəd'ukum iləl-əzizil-qaffar. Mən isə
güclü və bağışlayan olan Allah'a çağırıram sizi. La cərəmə ennəmə təd'unən iləyhi leysə ləhu da'vatun fid-dunya və la fil-axirə. Ayət uzundur. Yəni burada bu ayətin axırında həmin adam deyir ki: "Fəsətəzkuruna ma aqulu lakum." Vaxt gələcək mənim dediklərimi siz xatırlayacaqsınız. Və ufawwidu əmri ilallah və mən də öz işimi Allaha buraxıram, Allaha təvəkkül edirəm. İnnallaha basirun bil ibad. Həqiqətən Allah öz qullarını görəndir. Fəvaqahullahu seyyiati ma makaru. Allah həmin onu onların hiylə qurduğu şeylərdən qurtardı. Firon bu adamı, öz qohumunu öldürmək istədi. Bundan sonra gördü ki, artıq iman gətiribdi. Lakin yaxın adamı vəzifəsi də böyük olduğu üçün açıqdan öldürməyə qorxdu. Ona bir hiylə qurdu ki, yoldan öldürsünlər. Lakin Allah da buyurur ki, Quran-Kərimdə biz ona qurulan hilədən qurtardıq onu. Həmin adam öldürülmür, qurtulur və gedir Musa Peyğəmbərin yanına və ona qoşulur. Və onunla bərabər Misirdən çıxanlardan olur həmin o adam. Allah Azze və Cəllə bundan sonra bir ayət var. Bu ayət eyni zamanda qəbr əzabını inkar edənlərə rəddiyət. Ayətdə Allah buyurur ki: "Ən-naru yu'raduna aleyha ghuduwan və aşiyyə." O ateş Firona və onun ailəsinə, əyanlarına səhər və axşam 2 dəfə gündə ona əzab verirlər. Od ilə, yəni od ilə əzab verirlər. Və yevmə taqumus-sa'a. Qiyamət günü qopacağı zaman isə deyiləcək ki: "Ədxilu ələ fir'auna əşəddəl azab." Deyiləcək ki, qiyamət günü Firon və onun ailəsinin əyanlarını ən şiddətli əzaba atın, yəni cəhənnəmə atın. Yəni, bundan qabaqki səhər və axşam verilən o atəş qəbr əzabıdır. Qiyamətdən öncə. Hatta ayətdən bəllidir ki, səhər və axşam Firon və onun əyanlarına atəşdən əzab verirlər. Qiyamət günü qopduqda isə deyiləcək ki, Firon və onun ailəsini, yəni əyanlarını ən şiddətli əzab atın. Çünki cəhənnəm əzabı qəbr əzabından daha şiddətlidir.